Torpağın təyinatını dəyişmək üçün nə etməliyəm? Rəsmi cavab var. Əmlak məsələləri Dövlət Xidmətindən bildirilib ki, İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalında digital login vasitəsilə elektron xidmətə daxil olaraq müraciəti formalaşdırıb, asan imza ilə təsdiqləyərək göndərmək mümkündür. Qeyd edim ki, şəxsi kabinet üzərindən müraciətə baxılmanın gedişatını izləmək, baxılmanın nəticələrinə dair bildiriş almaq, həmçinin çatışmayan sənəd və məlumatları əmlak məsələləri Dövlət Xidmətinin sorğusu əsasında göndərmək imkanları yaradılıb. Təqdim edilən sənədlərin düzgünlüyü torpaqların elektron kadastr uçotu informasiya sisteminin və daşınmaz əmlakın dövlət reyestrinin baza məlumatları əsasında yoxlanılır. Daha sonra həmin sənədlər xidmətin elektron hökumət informasiya sistemi vasitəsilə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı 10 iş günü müddətində rəy verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Su Ehtiyatları Agentliyinə elektron qaydada göndərilir. Dövlət orqanlarına müsbət rəy alan müraciətlər əsasında əmlak məsələləri Dövlət Xidmətinin müvafiq qurumları tərəfindən 15 iş günü müddətində kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinin yer quruluşu planı hazırlanır. Müəyyən edilən müddət və prosedurlara uyğun olaraq işlər yekunlaşır və sənədlər Nazirlər Kabinetinə göndərilir. Nazirlər Kabineti müsbət qərar qəbul edildiyi halda onun sürəti əmlak məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra Dövlət Torpaq Kadastrında 2 iş günü müddətində dəyişikliklər edilir və bu barədə müraciət edən subyektə elektron xidmət vasitəsilə məlumat verilir. YouTube kanalımıza abunə olun.